Son günlərdə bir nəslə bir hal ilgimi çəkdi. Məsələn, bir də görsən ki, xəbər lentlərinə baxıram, yazılıb xalq artisti, filan xalq artisti vəfat edir, filan xalq artistinin qohumu nə, belə bir qohumları, yaxud yaxınları haqqında nəsə xəbər lentində olur və girib baxırsan, bu xalq artistlərin çoxunu heç tanımıram və düşünürəm ki, bu kiçik ölkədə nə qədər xalq artisti, nə qədər əməkdar artist, nə qədər ilim müəllimi, nə qədər istiqlal, şöhrət, digər ordenlərlə təltif olunmuş el, mədəniyyət, təhsil xadimləri, nümayəndələri var, amma toplum, ölkə bugün də və hələ üstəlik o xalq artistləri, o əməkdar artistləri, o orden medallar alanlar xalqı bəyənmir və onlara kütlə deyir. Tamam da siz bunu kütlə adlandırırsınız, xalq adına heç bir iş görmək istəmirsiniz, qorxursunuz, sadəcə öz gödəniniz və öz mənafeyiniz üçün çalışırsınızsa, onda bu xalq adını götürməyin də, istəməyin. Siz xalq artisti, əməkdar artist, şöhrət, istiqlal ordeni, ilim müəllimi, nə bilim xalq müəllimi adını alırsınızsa, sizin mənəvi borcunuz bu xalq üçün, bu ölkə üçün nələrsə etməkdir. Hələ utanmadan bunları etməyib də bu xalqdan, bu kütləyə nəsə də deyə bilirsiniz. Sizin bunu deməyə mənəvi haqqınız yoxdur. Məsələn, mən müəllim olmuşam. Mən işlədiyim dövrdə heç vaxt ilim müəllimi, xalq müəllimi, orden, medal, ad alım, haradasa fərqlənim. Mən bunların ardınca qaçmamışam. Məni tanıyan hər kəs bilir, şagirdlərim də bilir. Yalan danışsam o dəqiqə üzə çıxacaqdır bu ölkədə. Balaca bir ölkədir, hələ ki internet var. Mən heç vaxt bu adların dalınca qaçmamışam. Mən öz peşəmi sevmişəm. Mən çalışmışam ki, şagirdlərimə nəsə verim, bilgi verim, şəxsiyyət yetişdirim, xarakterlərinə nəsə əlavə edim. Onlara nəsə verim, əvəzində də verdiklərindən enerji alım. Kurikulum sistemi gələnə kimi də etdim. Amma kurikulum sistemi gələndə gördüm, mən də uşaqlar robota çevrildik. Heç bir şey nə mən verə bilmirəm, nə uşaqlar ala bilmir, enerji ala bilmirəm, xəstələnib bir gün orada öləcəm. Ona görə də məktəbi tərk etdim. Onda da prezidentin saytından tutmuş, qəzetdən tutmuş, müxalifətə hər kəsə dedim ki, təhsildə çox bərbad vəziyyətdir. Bəlkə bu sahədə də bir həyəcan təbili çalın, amma onlardan da səs-səmir çıxmadı. Valideynlərə üst tutdum, bəlkə sizlə bir yerdə nəsə edək, onlar da susdular. Amma bu o demək deyil ki, mən hər kəs belədir deyə əl qolumu sallayıb otururam. Yox, görürsünüz ki, yenə hansısa sözümü deyirəm. Çünki bunu Tanrı, bunu mənim içimə qoyubsa, mən bunları deməkdə hökümlüyüm. Əgər bu Tanrı bunu mənim içimə qoyubsa, mən bunu yaradılışıma qoyubsa, mən bunu etməliyəm. Amma bu xalq artistləri, bu xalq müəllimləri, bu nə bilim əməkdar artistləri, bu orada medallar alanlar susub heç olmasa oturmurlar, susub heç olmasa utanmırlar. Hələ utanmadan xalqa kütlə də deyə bilirlər, kütlədən haqq hesab da sora bilirlər. Siz olsaydınız, bu xalq çoxdan aydınlanacaqdır, kütlə xalqa çevriləcəkdir. Kütlə necə aydınlanır? Onun aydınları olanda və o aydınlar qarınlarını yox, dəyərləri düşünəndə. Özdə bu adlar, orden, medallar vermək Sovetdən qalma bir qaydadır. Soveti arzuluyursunuz, Sovet dövründən qalan qaydadır da bu orden, medallar vermək. Dəyərlərə yox, elə şeylərə hədəflənmək. Ona görə heç nə dəyişmir. Ona görə kütlənin bir aydınlanmış hissəsi yox. Çünki onun ziyalıları budur, bax. Onun elm, incəsənət, təhsil xadimləri budur. Hələ növbədə nə qədəri var narazılıq edən ki, bizə adlar verilməyib. Utanmırsınız. Çoban öz işini yaxşı görüb deyə orden, medal, ad tələb eləməlidir. Eləsə gülərsiniz. Siz də müəllimsiz, aktyorsuz, digər bəstəkarsız, sənətkarsız. Bu sizin bacarığınızdır. Və bunu həyata keçirərək özünüzə dolanmaq istəyirsiniz. Mən müəllim olaraq nə istəyərəm? Mən müəllim olaraq istəyirəm ki, gözəl dərsliklər olsun, təhsil sistemi olsun və məni hakimiyyət, dövlət məni təmin edəcək, maaş versin mənə. Mən onun bunun əlinə baxmayayım. Bax, bunu tələb eləmək dövlətdən. Saymazcasına yanaşdığınız kütlədən yox. Dövlətdən orden, medal, adlar tələb edib, kütlədən isə sizə dəyər verməyini gözləyirsiniz. Dəyərləri daşımayan insanlar necə dəyər tələb edə bilər?